Mədən sənayesində şəffaflığın artırılması QHT koalisiyası Prezident İlham Əliyevə müraciət edib. Müraciətinizdə hansı məsələlərə toxunubsunuz? Biz hesab elədik ki, Prezidentə müraciət eləyək və eyni zamanda öz narahatçılığımızı bölüşək. Narahatçılığımız əsas ondan ibarətdir ki, 10 gündən sonra bilirsiniz ki, Astana şəhərində Beynəlxalq İdarə Heyəti Azərbaycanın məsələsini müzakirə eləyəcək və Azərbaycanda islah edici tədbirlər planının tətbiqi ilə bağlı qiymətləndirmə aparılıbdır və həmin qiymətləndirmənin nəticəsi də orada təqdim olunacaq. Və qiymətləndirmənin ilkin nəticəsi bizə bəllidir. İlkin nəticələr göstərir ki, Azərbaycanda bu istiqamətdə, yəni həmin islah edici tədbirlər planının həyata keçirilməsi baxımından yerinə yetirilməmiş fəaliyyətlər var. Bu fəaliyyətlər yerinə yetirilməyəcəyi təqdirdə təbii ki, Azərbaycanla bağlı qərar müsbət olmayacaq. Bu fəaliyyətlər arasında əsasən mədən sənayesində şəffaflıq təşəbbüsünə üzv olan təşkilatların vergi cərmələri, yəni bu hələ də qalır və bu cərmələrin aradan qaldırılması istiqamətində demək olar ki, heç bir təşəbbüs yoxdur. Eyni zamanda bir çox üzv təşkilatların qrantları hələ də Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçirilmir, onlara imtina cavabı verir və bizim mədən sənayesində şəffaflıq təşəbbüsünə üzv olan iki təşkilatın nümayəndəsi müxtəlif səbəblərdən həbsdədir və eyni zamanda bir təşkilatın nümayəndəsi də ətrafında, yəni onun üçün cinayət təqibi davam eləyir, hətta onun ailə üzvləri üçün. Bu baxımdan biz hesab elədik ki, bu məlumatları Prezidentin diqqətinə təqdim eləyək və onlar da mövcud vəziyyətlə bağlı vəziyyəti dəyərləndirəndən sonra bir addımlar atsınlar və məktub üçün cavabımızı gözləyirik. Azərbaycanın atdığı addımlar üzv statusunun bərpası üçün bəs edirmi? Əgər bəhs etsəydi, yəqin ki, biz o narahatçılığımızı keçirməkdik və gedən müzakirələr, aparılan qiymətləndirmələr onu göstərir ki, Azərbaycan islah edici tədbirlər planını vaxtında və tam şəkildə yerinə yetirməyibdir. Və belə olan halda da təbii ki, Azərbaycanda əhəmiyyətli irəliləyişlərdən danışmağa dəymir və Azərbaycandakı irəliləyiş məqbul olmadığına görə, xüsusilə də Azərbaycan vətəndaş cəmiyyətinin mədən sənayesində şəffaflıq təşəbbüsündə azad və effektiv şəkildə iştirakı imkanları məhdud olduğu səbəbindən Azərbaycanın statusunun geri qaytarılması çətin olacaq və hesab edirəm ki, bu addımlar indiyə qədər görülmüş işlər, bilirsiniz ki, bunların sırasında sərhəd yoxlamalarının dayandırılması var, bəzi bank hesablarının üzərindən həbsin götürülməsi var. Bunlar kifayət eləməyəcək və yeri gəlmişən qeyd edeyim ki, bank hesablarından həbs götürülsə də hesablara giriş də bir çox təşkilatlarda hələ də mümkün deyil. Çünki qrantların qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyindən müsbət cavab almayan təşkilatlar öz bank hesablarından indiyə qədər istifadə edə bilməyiblər. Konkret olaraq islah edici planın hansı bəndləri yerinə yetirilməyibdir? Bilirsiniz ki, Azərbaycanda mədən sənayesində şəffaflıq təşəbbüsünün artırılması koalisiyasının 150 üzvü var və bu kifayət qədər aktiv və böyük təşkilatlardan biri olub. Hal-hazırda heç bir maliyyə mənbəyimiz olmaması səbəbindən bizim üzvlərin böyük əksəriyyəti fəaliyyətini dayandırır və bütövlükdə koalisiyada yalnız iclaslarını keçirməklə işini məhdudlaşdırır. Yəni biz ictimai debatlar təşkil eləyə bilmirik, monitorinqlər apara bilmirik, tədqiqatlar həyata keçirə bilmirik və bu da islah edici planda nəzərdə tutulubdur ki, ümumiyyətlə koalisiya öz fikrini azad ifadə eləsin və bu istiqamətdə fəaliyyətini davam etdirsin. Başqa bir istiqamət isə üzvlərin bank hesablarına girişi ilə bağlıdır və bu da bir çox üzvlər üçün açıq olsa da bəzi üzvlər üçün hal-hazırda bank hesablarının üzərində sərəncam vermək hüququ da məhdudlaşdırılıbdır. Və hesab edirəm ki, bütövlükdə korrektiv plan tam şəkildə yerinə yetirilmədiyindən və bu da son nəticədə bizimlə bağlı qərara ciddi təsir göstərəcək. Oktyabrın 25-də mədən sənayesində şəffaflığın artırılması Beynəlxalq Koalisiyanın İdarə Heyətinin toplantısında Azərbaycanla bağlı məsələ müzakirə ediləcəkdir. Azərbaycanla bağlı hansı qərarlar qəbul edilə bilər? Azərbaycanla bağlı qərarın demək olar ki, layihəsi hazırdır və müxtəlif müzakirələrdən keçir və bu qərarların əsasını yəqin ki, yeni dövr üçün yeni islah edici tədbirlər planının təsdiqi təşkil edəcək. Yəni Azərbaycan indiyə qədər islah edici tədbirlər planını, korrektiv planını həyata keçirmədiyinə görə növbəti dövr üçün ona yeni islah edici tədbirlər planı təqdim olunacaq. Söhbət Azərbaycan hakimiyyətinə və eyni zamanda çoxtərəfli qrupa gedir. Bundan başqa gözlənilən ondan ibarətdir ki, ən yaxşı halda Azərbaycan öz statusunu qoruyub saxlaya bilər. Yəni indiki status Azərbaycanın bilirsiniz ki, üzvlüyə namizəd ölkədir. Ən belə deyək ki, pis halda isə Azərbaycanın fəaliyyətini həmin təşəbbüsdə dayandırmaqla bağlı qərar verilə bilər. Qərarların nəticələri nə ola bilər?
Bilirsiniz, nə Azərbaycanın həmin təşəbbüsdən çıxarılması, nə də ki, Azərbaycanın statusunun qaytarılması ilə bağlı qərar gözlənilmir. Təbii ki, belə bir qərar olsa, onda bu Azərbaycanın həm kredit, həm də investisiya reytinqinə mənfi təsir göstərəcək. Bilirsiniz ki, bəzi beynəlxalq maliyyə təşkilatları Azərbaycanla bağlı qərarı gözləyirlər və bunlar da son nəticədə Azərbaycanın mədən sənayesinin inkişafı təşəbbüsündəki statusunun bərpa olunmadığı halda Azərbaycana investisiya və yaxud da Azərbaycana borc verilməsi məsələsində müəyyən tərəddüdlərə malikdirlər. Və bütövlükdə bu Azərbaycan iqtisadiyyatı üçün lazım olan kapitalın ölkəyə gətirilməsinə mane olan bir qərar ola bilər. Eyni zamanda Azərbaycanın beynəlxalq, belə deyək ki, aləmdə şəffaflığına, hesabatlığına bağlı aparılan tədqiqatlarda yerini pisləşdirə bilər. Məsələn, Dünya Bankının yaxşı idarə etmə göstəricilərində Azərbaycanın vəziyyəti indikindən daha pis vəziyyətə düşə bilər. Və bundan əlavə düşünürəm ki, bu qərar həm də Azərbaycan özünün daxilində, xüsusilə də fəaliyyət göstərən beynəlxalq transmilli korporasiyaların fəaliyyətinə və bu istiqamətdəki gələcək sərmayələrinə də mənfi təsir göstərə bilər.